İşsizlik, pulsuzluq. Bir də ki, evsizlik. Yəni evləri olsa evlənib ayrı yaşaya bilərlər. TikTok'dur, YouTube'dur. Yəni orada çox şeylər var da, yəni açıqlamaq istəmirəm. Cavanlar da baxırlar onlara. Yəni deyirlər ki, elə bu yaxşıdır da, qoy gedim mən də belə eləyim. İşsizlik, evsizlik, kasıbçılıq. İndiki qızların dözümü yoxdur. Dözsünlər qabaq, yəni bizi kimi, bizim analarımız kimi dözə bilmirlər. Yəni elə evlənən kimi deyirlər ki, hər şey hazır olsun. Ay xanım, əvvəl 500 manat düşən, indi 1500-ə düşür. Halbuki 500 manat alır bu adam. Əvvəl aldığın 1/3-ni alır. Onu evlilik, indiki maaşı necəsə ailə saxlaya bilməz. Mümkün deyil. Səbəb nə deyim, işsizlik ola bilər. Ən böyük səbəb odur. İşsizlikdir, ailədə maddi cəhətdən problem yaranır. Düzdür, pul hər şeyi həll eləmir. Puldan da vacib şeylər var. Amma pul olmayanda o vacib şeylər uşağın ayağına geyindirib məktəbə göndərə bilmirsən. İş tapırlar gəncliklər. Ondan sonra gedirlər məsələn qızla tanış olurlar, evi, eşi yox. Qızlar da getmir. Səbəb imkansızlıq. İmkan yoxdur həqiqətən də. Kirayə qalmaqla alınmır axı, evi olmur heç kəsin ona görə. Ancaq kasıblıqda. Bir də ki, üzr istəyirəm, o etibar qalmayıb. Yəni xanımlara biraz etibar qalmayıb ona görə. Ola o cümlədən bəylərə də qalmayıbdı. İndi bəzi 50-50-yə bilmirəm hansı deyib. Dolana bilmirlər də neyini. Vallahi işsizlik, kasıbçılıq dolandıra bilmirlər amma başqa nə deyə bilərəm. Herkes ihtiyat ediyor o yüzden. Yani ki indiki psikoloji durumlarla herkesin biraz kızlar da oğlanlar da çətinlik çəkirlər. Əsas iqtisadi durum. İşsizlik, sosial vəziyyət nə ola bilər? Cavanların evi yox, işi yox. Ona görə də evlilik azalır, boşanmalar çoxalır. Məncə təminat olmayan bir insanın ərə getməyə və yaxud da ki ailə qurmağa eləməsə daha yaxşıdır. Birinci şərait, maddiyyat. Sonra qızlarımız, siz qızlarımız da yəni düzgün yola getmirsiniz. Evlənirlər, bir uşaq olandan sonra ayrılmaq istəyirlər. Burada da yenə də maddiyyat durur. Bu deyir mən gedəcəm. Nədir? İş yerlərini tapa bilmirlər birinci növbədə. Ailəni dolandırmaq çətinləşir. Ev söhbəti gəlir çıxanda ev yoxdur. Nə bilim çətin maddiyyat, mənə elə gəlir ki maddiyyat. Çünki indi bu saat vəziyyət biraz çətindir. Uşaqlar da evlənmək istəmir, qızlar da hər şey istəyir. Kasıbçılıq, iş yox, güc yox. Vəziyyət günbəgün çətinləşir, pisləşir. Hamı kreditə banka işləyir. Hə, bir də oğlanların içki düşkünü olmaqları.